Diqqət, sizinlə işimiz var. İş qurmaq, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Biz bugün xeyli müddətdir müzakirə etmədiyimiz, amma çoxdandır mənim ağlımda olan bir sahə haqqında danışırıq. Belə ki, musiqi biznesi. Bizdə toya getməyən müğənnilər necə pul qazana bilər və qazana bilərmi ümumiyyətlə sual işarəsi. Bu haqda danışırıq. Həm söhbətim isə rapper, prodüser, Pikmus və Mikpronun həm təsisçisi Prometedir. Məto, xoş gəlmisiniz. Xoş gördük. Çox sağ olun dəvətiniz üçün. Ümumiyyətlə təqdimatda ardıcıllıq düzüdür. Birinci rapper, sonra prodüser, sonra sahibkar. Mən hər zaman deyirəm, nağılbazın çörəyini yeyirəm. Yəni vaxtı ilə ona qulaq asmasaydım, yəqin ki bu indiki bizneslərim filan mənim indiki sahədə olmağım mümkün olmazdı. Amma mən bildim daha çox rapdə olmağınız mümkün olmazdı. Yox, mən musiqiyə ancaq rapə görə gəlmişəm. Çünki mən musiqi savadım yoxdur. Musiqi biliklərim ali səviyyədə və yaxud orta səviyyədə, təhsil səviyyəsində deyil. Təəssüf olsun ki, valideynlərim bunun barəsində o vaxtı narahat olmayıblar. Yalnız akademik dərs və dərsdən kənara çıxmamaq məsələlərinə görə nə idman, nə musiqiyə qoyulmamışam. Ona görə düşünürəm ki, əlbəttə ki, öz kimliyimə baxanda hansı sahədə olmağımdan asılı olmayaraq nəsə eləyə bilərdim. Amma məsələ bundadır ki, rapə başladığıma görə, raplə məşğul olduğuma görə birinci rapdə çatışmazlıqları ölkə səviyyəsində biz nəyi görürdüm, nə xoşuma gəlmirdisə onu düzəltməyə çalışırdım. Şəbəkələşdirməyə, komandalaşdırmağa, bir həmkarların birliyinə çevirməyə çalışırdım və bunun nəticəsi olaraq çıxdı ora ki, artıq Azərbaycan musiqisinin ehtiyaclarını xidmətlərlə təmin eləməyə başladım. Və mən deyim, bu sizdə çox əla alındı. Siz bir nəslin demək olar ki, musiqi zövqünü formalaşdırmısınız. Məsələn, mən şəxsən rapə hostla qulaq asmağa başlamışam və yaxşı ki də belə olub. Çox sağ olun. Mənim üçün çox xoşdur bu sözləri eşitmək. Çox yerlərdə bir də görürsən, hər hansı bir yerdə növbədə dayanmısan, yaxınlaşırlar sənə bunu deyirlər və nə bilim aeroportda pasport kontroldan keçəndə bunu deyirlər. Hə, bəli, çox xoşdur. Çox minnətdaram. Amma yəni bunu dönə-dönə, yəni altını cızaraq, həmişə altını cızıb vurğulayaraq deyirəm ki, mən rapin dolayı yolla nağılbazın sayəsində buradayam. Rapdən əgər başlamışıqsa, gəlin elə ondan da davam eləyək də. Bugün musiqi biznesindən biz danışanda, məsələn, bunun fonunda rapperlər necə qazanır? Rapperlərlə mənim işbirliyim, yəni məhz bu məsələlərə görə 2011-ci ildə birinci albomumun rəqəmsal platformalara yayımlanmasından başlayır. Deməli, 2009-cu ildə biz Emin Əfəndi, mən və Orxan Zeynallı İsveçrəyə getmişdik. İsveçrənin Culturescapes adlı bir layihəsi var idi. Onlar müəyyən ölkələrin bir il öz ölkələrində mədəni əlaqələr qurulmaq üçün onların teatr xadimlərini, musiqiçilərini adətən də çalışırdılar dissidentləri gətirsinlər. Və biz də o dövrdə niyəsə dissident sayılırdıq. Bütün çabalarımıza, bütün düzəltmək istədiyimiz məsələlərə baxmayaraq. Amma onlar bir araşdırma eləmişdilər və bizi dəvət eləmişdilər. Həmin il yanılmıramsa orada Alim Qasımov da var idi. Əzizə Mustafazadəni də dəvət eləmişdilər İsveçrənin Bazil şəhərinə. Və biz orada olanda Türkiyədən də Cəza adlanan reperin bacısı Aybən oradaydı və Aybənlə bizim orada tanışdığımız oldu. Sonra Türk rap qrupu var idi, Kale ilə tanış olduq. Sonra İsveçrənin özünün indi adı yadımda deyil, o reperlə tanış olduq. Bir-birimizlə belə mədəni mübadilə oldu. Və Azərbaycana gələndən sonra onlar bilirdilər ki, mən albom üzərində işləyirəm. Azərbaycana gələndən sonra yazışırdıq. Facebook onda məşhur platforma idi. Facebook üzərindən yazışırdıq. 2011-ci ilin artıq 2010-cu ilin axırlarında mən Erkan idi oğlanın adı. İsveçrədə yaşayan türk köklü bir reper idi. Erkan dedi ki, nə vaxt çıxır, necə dinləyə biləcəyik? Mən də açığı o qədər mütaliəm yox idi onda bu barədə və dedim ki, banderolla göndərərəm.
dedi, banderol niyə? Yəni 2008 ya 2009-cu ildən artıq şeylər, belə platformalar var, ora yerləşdirirsən filan. Başladım bunun barəsində araşdırmağa. DJ-miz var bizim Vugarix. Vugarixin Amerikalı bir dostu var idi, Matthew idi, səhv eləmirəmsə adı. O da kömək elədi. Araşdırdıq, CD Baby adlı bir platforma tapdıq. O platformanın üzərindən mənim albomumu yayımladıq. Və yayımlayandan sonra mən anladım ki, burada Azərbaycan adının hallanması üçün, Azərbaycan janrlarının bura daxil olması üçün və artıq müəyyən məsələlərin irəliləməsi üçün biz mütləq şəkildə kütləviləşməliyik bu platformalarda. Yəni Spotify-da, Apple Music-də, YouTube-un özündə filan. Başladım reperlərlə, Synapse-la bunun barəsində təbliğat aparmağa. Aramızın olmamağına baxmayaraq mən müəyyən müddətdə Aziya ilə, Royal-la mütəmadi olaraq əlaqə saxlayırdım ki, yəni sizin də labelın mahnıları orada olsun filan. Artıq başladı müəyyən. O ərəfədə YouTube-un Azərbaycan üçün partnyorluq proqramı da açılırdı və YouTube-un Azərbaycandan olan əməkdaşları Azərbaycana gəlmişdi. Səhv eləmirəmsə oğlanın adı Cavid Aslanov idi. Cavid Aslanov gəlmişdi, bir bazar araşdırması eləmişdi və mənim adım da o siyahıda olduğuna görə bir 15-16 nəfərlə görüşmüşdü. Mən də bu Af Biznes mərkəzi var. Orada innovativ bir mərkəz var. O orada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin otağıdır. Biz o otaqda görüşmüşdük və izah eləmişdik. 2000 artıq bu olmuşdu ya 13-cü ya 14-cü ildə. Və mən yenə də təbliğatımı aparırdım, yeni çıxan treklərimi öncədən ödəniş eləyərək ora yerləşdirirdim. Amma yenə də Azərbaycandan 2015-ci ildə mənim yadıma gəlir ki, bir axtarış eləmişdim. Yalnız Səbinə Babayevanın adı çıxmışdı, bir də Emin Ağalayevin adı çıxmışdı məndən başqa Azərbaycan hashtag ilə axtaranda. Və başqa heç kim yox idi. Ona görə təbliğ eləyirdim. Bunun üstündə mübahisələrim də oldu. Hətta bizim ekspertlə bir münasibətimizin korlanmağı məhz həmin o dövrə söykənir. Yəni nə üstə korlandı münasibət? Biz razılığa gəlmişdik ki, hamımız rəqəmsal platformalara. Mən izah edirdim ki, dostlar, bizim orta statistik Azərbaycan müğənnisindən fərqimiz odur ki, bizim toydan qazanmaq şansımız yoxdur. Biz tamaşaçımıza başa salmalıyıq ki, buradan bizim əgər sənətimiz onun xoşuna gəlirsə, platformada abunəlik almalıdır və yaxud pul verib bizim mahnılarımızı almalıdır. Və bu barədə bir ümumi razılığa gəlmişdik. Amma üstündən 6-7 ay keçəndən sonra gördüm treklər çıxır, amma platformalara düşmür. Bunun üstündə onlarla mübahisə eləmişdim. Bəlkə indi olsaydı mübahisə eləməzdim, çünki o vaxt daha çılğın, daha belə şeydim və əslində həll yolu da vermirdim. Çünki bunu onlar eləməkləri üçün mütləq o platformalara ödəniş eləməli idilər. Amma indi belə deyil. İndi Azərbaycan artıq böyük rəqəmlər göstərdiyi üçün aqreqatorların özləri maraqlıdır ki, o mahnılar ora düşsün, sonra gələn gəlirdən onlar faizini götürsünlər. Yəni onda elə deyildi, onda o cür davranmırdılar. Və artıq 2019-cu ildə, 2018-ci ildə mənim yadıma gəlir ki, production sferası bizim Pikmus adlanan bir şirkətimiz var və böyük reklamlar çəkirdik. Artıq videoqraflığın vüsət almağı ilə reklam qiymətləri ciddi şəkildə, reklam çəkiliş qiymətləri ciddi şəkildə düşdü aşağı. Və bu aşağı düşmənin fonunda mən alternativ olaraq fikirləşirdim ki, neynəmək olar da? Yəni production sferası göründüyü qədərindən artıq çöküb. Yəni okey, heç kim gətirib əvvəlki kimi 30 min, 40 min manat reklama pul xərcləmək istəmir. Deyir ki, videoqraf var, verəcəm pulu, 2000 manata əldə eləyəcək bu reklamı. Yəni əslində biraz ucuz yanaşmadır, amma təəssüf ki, bizim bazarda bir çox marketinq şöbələrinin yanaşması budur. Mən bu ərəfədə elə Pikmusdakı şərikim Rəşad Kərimli və mənim qrup yoldaşım olmuş və Pikmusun əsas qüvvəsi olan Orxan Məmmədovla bu barədə söhbət elədim. Dedim ki, Orxan, Rəşad, mənim 2011-ci ildən belə bir ideyam var idi və 2011-ci ildə biz əslində Pikmusda bunu eləmişdik. Səfərov Kreativ Agentliyi ilə bir Videologiya adlı bir proyekt eləməyə çalışırdıq ki, Azərbaycan musiqisi logosuz, o open azlar, nə bilim MP3 azlar olmadan bir saytda olsun, hansı ki
azad bir mənbə olsun. Amma bu bir biznes əlli deyildi. İfaçıların yəqin ki bir müddətdən sonra Napster kimi gəlib boğazımızdan yapışacaqdılar ki, okey, buradan siz məsələn sayta reklam qoyursunuz, bizə də pul verin. Nə yaxşı ki o vaxt alınmayıb. Bir uzun müddət keçəndən sonra 2019-da artıq mən yenidən bu ideyanı Orxanın və Rəşadın qabağına çıxardıb, onları yenidən növbəti şirkətdə şəriklik təklif eləyəndə onlar dedilər ki, heç nə itirmirik əslində. Gəl eləyək, yoxlayaq, görək nə olur. 2019-un təxmini noyabr-dekabr aylarında baş vermiş bu söhbət, yanvarın 17-si biz Mikpro MMC-ni qeydiyyatdan keçirtdik. Və başladıq, fikirləşirdik ki, necə təbliğ eləyəcəyik, bizdən başqa bazarda bir neçə şirkət var, bunlar eləyirlər, ifaçı niyə bizimlə işləməlidir, niyə azad platformalarda, CD Baby kimi, nə bilim, DistroKid kimi platformalarda, TuneCore kimi platformalarda yerləşdirməməlidir, gəlməlidir, bizimlə işləməlidir. Bunun həllini fikirləşə, hardasa bir ay yarım, bir dostum var, Fərrux Mahmudov. Ondan biz hətta bir video çarx barəsində də fikirləşmişdik ki, mən dayanacağam, diaqramlar falan belə izah eləyəcəm. Yavaş-yavaş da paralel başlamışdıq işləməyə. Birinci Elnarə Xəlilovanı inandırdıq. O bütün külliyyatını bizə etibar elədi. Biz yavaş-yavaş yerləşdirə. Elnarə Xəlilova Faiq Ağayevə dedi. Mən Faiq Ağayev bizdə olduğuna görə Eyyub Yaqubovun menecerini inandırdım. Belə gəldik, çıxdıq mart ayına. Dünya bağlandı. Toylar yox, tədbirlər yox, eventlər yox. Qaldılar belə, başladılar axtarmağa və bu halda adətən şeydə axı etibarlılıq səviyyəsi ölçülür. Və mənim özümün musiqiçi olmağım, musiqi sahəsindən olmağım, bir yaradıcı sektorun nümayəndəsi olmağım üstəgəl ifaçıların mənim haqqımda yaxşı resenziya vermələri gətirdi, ona çıxartdı ki, hal-hazırda 2024-cü ilin sonu üçün bizim 400-dən yuxarı ifaçı başladı bizimlə işləməyə. Yəni artıq nə video çarxa ehtiyac qalmadı, nə inandırmaq üçün müəyyən prezentasiyalara ehtiyac qalmadı və nəticə etibarilə biz 2 nəfər kənarda, yəni 2 nəfər daha doğrusu ofisin daxilində Emil və Elmirlə başlamışdıq. Hal-hazırda 21 nəfərlik komanda ilə bu işlərin öhdəsindən gəlməyə çalışırıq. İndi bu insanların hər biri nə iş görür və bu sahə ilə bağlı digər sualları da çox qısa reklam fasiləsindən sonra eşidəcəksiniz. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş dinləyin. Bugünkü həmsöhbətim Prometedir. Mete bizə həm necə oldu ki, repə gəldi, bu haqda danışır, həm də necə oldu ki, sahibkar olmaq qərarına gəldi. Bunu da müzakirə edirik və biz onunla birlikdə həmçində musiqi biznesi haqqında danışacağıq. Bununla bağlı soruşmaq istəyirəm ki, Mete, bu gün səncə musiqi bazarında uğur qazanmaq üçün burada əsas olan istedaddır, yoxsa düzgün strategiya, ya başqa nəsə? Ümumiyyətlə, bu dəqiqə bütün sahələrdə artıq yaradıcılıq ikinci plandadır. İstisna hallar var ki, o yaradıcılıq orada işləməyə başlayır, amma qalan bütün hallarda strategiya, davamlılıq bu birinci məqamdır. Yəni götürsək ki, bizim biznes rəqəmsal biznesdir və rəqəmsal biznes ümumiyyətlə alqoritmlər üzərindədir. Alqoritmlərin birinci əsası davamiyyət alqoritmidir. Yəni sən davamlı olaraq gün ərzində hər hansı bir story post paylaşırsansa və bir müddətdən sonra onu pozursansa, avtomatik alqoritm sənin təklif etməvi azaldır. Bütün platformalarda belədir. İstəyir YouTube-da, istəyir Apple Music-da, istəyir Spotify-da, Instagram-da, nə bilim Facebook-da, TikTok-da, hamısı bu cür işləyir. İstisna hallar var əlbəttə ki, sən o qədər böyük bir artist olmalısan ki, götürüb Nanay Ninay mahnında oxuyanda o tutacaq. Yəni bu cür adamsansa və səndən daimi olaraq gözləyirlərsə, onda axtarış o mühərriki opsiyaları uduzur. Amma bu nadir hallarda olur. Adətən keyfiyyətli musiqidə biz mütləq şəkildə tövsiyə edirik, daimi motivasiya söhbətləri edirik ki, keyfiyyətli ifaçılar davamiyyəti pozmasınlar. Çünki keyfiyyət bu dəqiqə kəmiyyətə uduzur. Ona görə mümkün qədər çalışırıq keyfiyyətli ifaçıları inandıraq ki,
daimi istehsal eləyin və aralıqları pozmayın. Ayda birdir, 2 həftədə birdir və yaxud 3 həftədə birdirsə, bunu bu cürdə saxlayın. Alqoritmlər onda sizi təklif eləməyə başlayır və musiqi ilə bağlı indi bu dəqiqə soruşanda ki, əsas alət hansıdır? Mən deyirəm ki, TikTok. Mütləq şəkildə mahnı çıxmazdan əvvəl bir strategiyan olmalıdır. Mahnını əvvəlcə TikTokda platformalara düşməmiş promotionla başlamalısan. Necə deyim, artıq təqdim eləməlisən və bu insani faktorlarla olmalıdır. İnsani faktor dediyimiz o handshake, əl əsməsi mütləq olmalıdır. Yəni digər sahələrdə bilmirəm bu necə işləyir. Peşəkar çəkiliş olmasa da olar. Peşəkar çəkiliş olmasa olar yox, olmamalıdır. Peşəkar klipdən hissə qoyanda və yaxud nə bilim hər hansı bir peşəkar kamera ilə çəkəndə TikTokun alqoritmləri bunu tanıyır, bunu aşkarlayır və az təklif eləməyə başlayır. Çünki TikTok daha çox mən və sən alqoritmi, yəni tamaşaçı və istehsalçı arasındakı münasibət əsasında qurulub və ona görə mütləq şəkildə mahnı çıxmazdan əvvəl biz müğənnilərlə söhbətini aparırıq ki, əlində tut, oxu, okey, fonoqramın üstünə oxu və yaxud instrumentalı qoy onun üstünə oxu. Əsas məsələ o handshake olsun, əl əsməsi olsun. Onda TikTok səni təklif eləməyə başlayacaq. Ümumiyyətlə müğənnilərdən hansının sosial şəbəkəsini idarə etməsini bəyənirsiniz? Müğənnilərin əksəriyyəti özü idarə eləmir, onun komandası idarə eləyir. Əlbəttə ki, birinci adını çəkmək istədiyim Röyadır. Bu birincilərin sırasını açıqlayıram. Röyanın, Murad Arifin, Faiq Ağayevin yəni yaradıcılıq yönündən istifadə eləməsini, Abbas Bağırovun məsələn o daha çox ictimai şəxs kimi özünün sağlam həyatını təbliğ eləməyini çox bəyənirəm. Adını çəkə biləcəyim çoxdur. Ümumiyyətlə mənə elə gəlir ki, bizim Azərbaycan ifaçılarımızın hamısı yaxşı formada sosiallaşa biliblər. Məndən fərqli olaraq mən o qədər davamiyyətsiz adamam. Yəni biznesdə verdiyim vədləri tutmaq üçün özümü o qədər ora kökləmişəm ki, sosial ardıcıllığı, sosial davamiyyəti gözləmirəm və mənə elə gəlir ki, məndən heç kim bunu gözləmirdi. Yəni siz daha çox sahibkar olmağa fokus olmusunuz, yoxsa yaratmağa, yəni musiqi filan? Hətta istehsal elədiyim treklərin, mahnıların, buraxdığım relizlərin belə ardıca sosial şəbəkələrdə çox düşmürəm. Bu yəqin ki bir qəbahətdir, çünki bu o dövrdür. Amma bu strategiyaların necə işlədiyini, niyə bu cür işlədiyini çox gözəl bildiyim üçün və mənə etibar eləyərək Mikpro ilə çalışmağa və mənim komandamla, bizim komandamızla işləməyə başlayan o adamlara verdiyim sözü axıra kimi tuta bilmək üçün mütləq sahibkar kimliyimin məsuliyyətini daha çox götürürəm üzərimə. Belə bir ifadə var da, humanitardan gələnlər, yəni bəzi sahibkarlar var ki, onlar ya yaradıcı insandırlar, yəni onlarda biznes beyin çox da əslində riyaziyyat, statistika, hesablama filan yoxdur, amma onlar da gəlirlər və sahibkar olurlar. Bir çoxları deyir ki, elə bu əslində onlarda daha yaxşı alınır bu yaradıcı proses, amma əksini deyənlər də var. Məsələn, siz bunun yaxşı, müsbət və mənfi tərəflərini nədə hiss edirsiniz? Yəqin ki, bunun riyazi tərəfləri ilə çox məşğul olan mən məsələn öz biznesimizdən deyim, Mikpronun ən böyük üstünlüyü ondadır ki, biz 3 şərikik və biri hüquqla məşğuldur, biri mühasibatlıqla məşğuldur, biri də yaradıcı tərəflə məşğuldur. Deyə bilmərik ki, hansımız kimdən çox işləyirik. Əlbəttə ki, xidmət verən tərəf daha çox yaradıcı tərəfdir, amma məsələ maliyyəyə çatanda biz oyundan kənar qalırıq, onlar başlayırlar işləməyə və yaxud hüquqi mərhələlər var. Yəni bunu ona görə tək olaraq yaradıcı humanitardan gələnlər yoxsa dəqiq elmlərdən gələnlər daha rahat eləyir demək biraz çətindir. Kimdə necə? Yəni elə nümunələr də var, belə nümunə. Bizdə daha çox yaradıcı industriyadan gələn adamların yəni pulu, gəliri düşünməyən, ümumiyyətlə tam belə məsuliyyətini üzərimə götürərək deyə bilərəm ki, dəfələrlə buna görə bizim komandadan, xidmətimizdən çıxıb başqa şirkətlərlə işləməyə gedən müğənnilər olub ki, onlar bizim
rəqəm dalınca yox, keyfiyyət dalınca olduğumuzdan şikayətləniblər. Ya amma yəni hətta gedib digər şirkətdə problemi çıxanda da bizə müraciət ediblər ki, biz bilirik ki, siz bizə yalan danışmayacaqsınız, çünki siz Azərbaycan musiqisini sevirsiniz. Deyirəm bəli, ümumiyyətlə bizim bu xidməti verməyimiz ondan başlayır ki, Azərbaycan musiqisi niyə havada üzür, niyə rəqəmsal platformalara emmir? Bunu təmin eləməklə başlamışdıq və deyir, belə bir misal var, deyir, yaradan çörəyi yumru yaratdı, fırlatdı. Kim onun dalınca qaçdı, o da ondan qaçdı. Yəni biz dayanmışıq yerimizdə, çörək fırlanır, gəlir. Yəni biz öz işimizi keyfiyyətli görməklə məşğuluq və ruzi də gəlir. Heç bir şikayətimiz yoxdur, hər şey qaydasındadır. Hətta mən deyim ki, fəxr eləyə bilərəm ki, bizim rəqib şirkətlərin arasında ən çox vergi ödəyəni bizik, ən çox qazanan da bizik. Çoxdur rəqiblər? Var, yetərincə var və keyfiyyətli rəqiblərin olmağı məni daha çox sevindirir. Amma mən belə baxanda gözümə maksimum 2-3 nəfər görünür sanki. Çox şirkət yoxdur. Yox, var. Rahat bir 10 şirkət adını çəkə bilərəm, amma ad reklam eləmirəm. Yox, reklam eləmirəm deyəndə onsuz da müğənnilər üçün olan bir şeydir. Yəni mən sosial şəbəkələri işlədən bu həmkarlarımla həmişə danışanda deyirəm ki, dostlar, elə formada post paylaşmayaq ki, elə bil ki, müştəri tuturuq. Yəni bizə bu lazım deyil. Yəni biz sadəcə informativ xarakterli məlumatlar paylaşmalıyıq. Çünki biz istəsək də bizim üçün olan kriteriyalardan aşağı olan ifaçını götürə bilmərik. Sizin belə bir kriteriyalar var? Bəli, mütləq şəkildə. Məsələn, nələrdir əsas göstərici? Var bu musiqi tərəfdən olan kriteriyalar, var rəqəmlər tərəfdən olan kriteriyalar. Elə müğənnilər var ki, onlar həm də müğənni olum deyən adamlardır və onlarda mütləq biz o kriteriyalarla davranırıq ki, biz təxmin eləyirik ki, bu adamın yaradıcılığı o səviyyədə deyil ki, gəlib bir müddətdən sonra məsələn elə bir yaradıcılıq nümunəsi buraxacaq. Amma bu cür adamların həm də musiqidə müəyyən şeylər eləmək, müəyyən novatorluq eləmək şansları da var. Ona görə onlara da yox demirik. Amma müəyyən kriteriyalar var ki, məsələn YouTube kanalında pul qazanması açıq olmalıdır. İllik baxış sayı bu qədər olmalıdır. İzlənmə saatı bu qədər olmalıdır. Bu bizim xarici lisenziya verən aqreqatorumuz tərəfindən də bizə qoyulan şərtlərdir və bunu ilə necə deyirlər, bu çərçivə içində oynamağa məcburuq. Bəs pulu necə bölürsüz? Məsələn, necə başa düşülür ki, müğənni nə qədər qazandı, onun nə qədər şirkətindir? Adətən müğənnilərlə 70-in 30-a nisbətində işləyirik. 70% onların da, 30% göstərdiyimiz xidmətə görə bizimdir. Və bu formada da olur. Hər bir müğənninin duet ortaqları varsa, duet ortaqları ilə birlikdə, yoxdursa solo ifalarına hər bir ifa ən kiçik rəqəminə kimi, nə bilim 9011 olan rəqəmə kimi hesabat gəlir bizə böyük Excel vərəqlərində və biz o Excel vərəqlərini mütləq şəkildə ya müğənninin özünə, ya menecerinə, ya komandasına təqdim eləyirik. Çünki bu şəffaflıq əsasında olmalıdır və mən təəssüf edirəm ki, bizdən əvvəl bazarda olan bəzi şirkətlər bunu eləmirdilər. O Excel şitlərini götürürdülər, dəyişirdilər, öz Excel şitlərini təqdim eləyirdilər və bu düzgün deyil. Heç bir yayım şirkəti öncədən ödəniş almaq iqtidarında olmamalıdır. Bu icazə verilən deyil dünyanın heç bir yerində. Label başqa şeydir, yayım şirkəti başqa şeydir. Bunları qarışdırmaq olmaz. Nədir fərqi? Label istehsalçı şirkətdir. Onlar müğənniyə maaş da verə bilərlər və o maaş əsasında məsələn 6 aylıq kontrakt eləyə bilərlər və konsertlərdən müəyyən qonorar verə bilərlər. Qalan bütün gəliri özlərinə götürə bilərlər. Amma yayım şirkəti istehsalçı şirkət olmadığına görə o istehsal prosesində müğənninin yanında olmadığına görə qoyulmuş bir kvota var. O kvotadan artıq götürə bilməz. Yəni 30%-dən artıq götürə bilməz. Onda siz hansı xidmətləri təklif edirsiniz? Biz dünyada mövcud olan və gələcəkdə mövcud olacaq bütün platformalarda yayım kontraktı imzalayırıq və onun əsasında da musiqinin gəlirliliyini təmin edirik və o gəlirlilik təmin olunandan sonra da bir ay gecikməklə gəlir, adətən gəlirlər. O gəlirlər gələndən sonra biz rahatlıqla o nə gəldiyini göstəririk. Bizim elə çox istedadlı ifaçılarımız var ki, təəssüf olsun ki,
izlənmələri azdır, tanınırlıqları azdır, onlara da xidmət göstəririk. Onların rəqəmləri azdır. Siz deyə bilərsiniz burada marağınız nədir? Burada tamamilə marağımız Azərbaycan musiqisinə xidmət eləməkdir. Amma böyük rəqəmləri olan ifaçıların sayəsində biz bayaq dediyim o 20-21 nəfərlik komandanın həm maaşlarını, həm ofisimizin xərclərini filan hər şeyi ödəyə bilirik. Mete, bəs müğənnilər burada böyük gəlirlər əldə edə bilir? Məsələn, toydan qazandığı qədər də qazana bilir? Var, bir toydan qazandığı qədər qazana bilir, bəli. Amma belə ifaçılar var ki, onlar ciddi intensiv şkala ilə irəliləyirlər və hər ay onlar məsələn müəyyən qədər yenidən gəlir. Bəzən 2 dəfə artır gəliri. Amma elə ifaçılar var ki, onlar yəni bir xətt üzrə gedirlər və elə ifaçılar var ki, artıq heç nə ifa eləmədiklərinə görə, populyarlıqlarını itirdiklərinə görə az qazanırlar. Amma bir şey deyim, deməli Türk ifaçısı var Zeynəb Bastık. O Zeynəb Bastıkın keçmiş həyat yoldaşı ilə, Tolga ilə biz Bakıda görüşmüşdük və o Hype Media adlı bir şirkəti var onun və Zeynəb Bastıkın da hüquqları ondadır. Biz onunla görüşəndə Mehmet bizi görüşdürmüşdü. Mehmet Uğur Aydın bizim təşkilatçı dostlarımızdan biridir. Rosterimiz barəsində, yəni kataloqumuz barəsində danışırdıq. Mənim ona göstərdiyim o 400 nəfəri görəndə şoka düşdü ki, sən təyyarə ilə gəlmisən bura. Dedim ki, yox. Onunla biz bunun barəsində söhbət eləyəndə dedi ki, bu uzağa hədəflənmiş bir biznesdir. Çox doğru eləyirsən. İndi bu dəqiqə Azərbaycan o qədər də çox gəlir qazanmaya bilər. Amma nəzərə almaq lazımdır ki, 5 il çox az kiçik rəqəmdir. Türkiyə rəqəmsal platformaların yarandığı ildən artıq orada var. Türk labelları, Türkiyədə label mədəniyyəti olduğuna görə o labellar birbaşa ora artıq nə bilim 30-cu, 50-ci illərdən olan yazılışları da ora yükləmişdilər. Amma biz dünyadakı bizim indi necə deyim, əsas hədəfimiz odur ki, əsas məqsədimiz odur ki, dünyada yaşayan 55 milyon azərbaycanlıya Azərbaycan musiqisi rəqəmsal platformalarda var çağırışını, duyurusunu eləyək. Onlar onun nəticəsində dinləsinlər və bu artıq Azərbaycan ifaçısı üçün yetərli rəqəm olacaq ki, bu ay toy barəsində düşünməsin. Əladır bu. Bəs hansı mərhələdə gənc müğənni başa düşə bilər ki, o bax gəlib sizə müraciət eləyə bilər? Yəni ən azı nə qədər mahnısı olmalıdır və necə hazırlaşmalıdır o görüşə? Biz bir çox hallarda demolarını istəyirik və bayaq dediyim o musiqi tərəfdən yanaşmağımız budur. Ola bilər ki, onlar həmin o kvotaya, həmin kriteriyalara cavab vermirlər, amma biz redaksiya heyətimiz var, bir dəyərləndirmə heyəti deyirik ona. Dəyərləndirmə heyəti dinləyib aydın eləyə bilirik ki, bunu qanadımız altına ala bilərik. Gələcəkdə label olsaq buna yatırım da eləyə bilərik. Buna dəstək lazımdır. Bu məsələdə mən həmişə o redaksiya toplananda dostlara bir xatırlatma eləyirəm. Üzeyir Hacıyevin bir sözünü həmişə xatırlatma eləyirəm ki, Üzeyir Hacıyev deyirdi ki, istedadsıza kömək lazım deyil, istedadlıya kömək lazımdır. İstedadsız özünə elə ya belə yol tapacaq. Ona görə biz dəllallıq qabiliyyətləri olmayan, necə deyim, bu özünün yalnız musiqiyə özünü sərf eləmiş adamların yanında mütləq dayanmağa çalışırıq. Yəni ona görə xüsusi kostyum geyinməyə, xüsusi növ hazırlaşmağa, prezentasiya eləməyə ehtiyac yoxdur. Sadəcə bəlkə evdə yazdığı demonu göndərsə biz ona inanarıq, bəlkə onunla da işləyərik. Mete, çox sağ olun gəldiyinizə görə. Sonda bir şey də soruşmaq istəyirəm. Bax, bütün müzakirəmiz boyunca bir neçə dəfə keyfiyyətli musiqi ifadəsini işlətdiniz. Məsələn, sizin gözünüzdə o necə görünür? Nədir keyfiyyətli musiqi, musiqiçi? Biz dilin barəsində bəzən deyirik və musiqinin barəsində bəzən belə şey deyirlər ki, musiqinin dili yoxdur. Yox, musiqinin dili var. Ən azı hissiyat dili var. Musiqi, Azərbaycan musiqisi deyəndə bizim ağlımıza gələn səslənmə var. Bizim ağlımıza gələn not düzülüşü var. Bax, bunlar Azərbaycan musiqisini özündə ehtiva elətdirən anlayışlardır. Ona görə mənim üçün keyfiyyətli musiqisi, üzr istəyirəm, mənim üçün keyfiyyətli musiqi
Bu yəni Azərbaycan musiqisindən gedir. Əlbəttə dünya musiqisinə bir çoxlarımız dəyər verə bilərik, amma Azərbaycan musiqisi Azərbaycanca olmalıdır. Yəni söhbət bunun səslənmə dilindən, səslənmə dilindən, ritmindən, yanaşmasından gedir. Yəni bilirsiniz nəyə oxşuyur? Elə bil Windows kompüterini Macintosh prosessoru ilə işlədə bilmərik. Yəni Azərbaycan musiqisi türk prosessoru ilə və yaxud İran prosessoru ilə, fars prosessoru ilə işləyə bilməz. Yəni bu identifikasiya kodudur. İdentifikatorlar var da musiqini birinci notdan qulaq asan kimi xatırlayıram Vaqif Mustafazadənin haqqında sənədli film işləyirdik. Orada gürcü və rus cazmenlərin belə bir frazası var idi. Deyirdi ki, Azərbaycan musiqisi, Azərbaycan cazı elə bir musiqidir ki, birinci 2-3 notdan demək olur ki, bu Azərbaycan cazıdır. Bu o qədər böyük bir xoşbəxtlikdir ki, bir çox ölkələrdə bu tapılmayıb hələ ki, bu onun identifikator tapılmayıb. Və ona görə mən bizim artıq tapdığımız, bizim əlimizdə olan o dəyərlərin öhdəsindən, necə deyim, qədrini bilməyimiz lazımdır, öhdəsindən gəlmək lazımdır. Bunun üçün təhsillənmək lazımdır, oxumaq lazımdır və ən əsası mütaliə eləmək lazımdır. Özündən əvvəlkiləri dinləmək lazımdır. Özündən əvvəlkiləri dinləyib onun əsasında çıxardanda bu həqiqətən olur keyfiyyətli və yaxud keyfiyyətə söykənən musiqi. Bir daha təşəkkür edirəm gəldiyinizə görə. Həqiqətən mənə çox xoş oldu bugünkü müzakirə. Ümid edirəm ki, dinləyicilər üçün də eyni qədər maraqlı və faydalı keçdi. Bugünkü həmsöhbətim reper, prodüser Pikmus və Mikpronun həm təsisçisi Prometey idi. Sizə də dinlədiyinizə görə təşəkkür edirəm. Sonda isə istəyirəm ki, Mete'nin ən sevdiyim ifalarından biri ilə efirimizi yekunlaşdıraq. Nə qədər söz olsa, söz nə qədər düz olsa, az gələcək sətirlərin gözlərinə baxmaqdan. Nə qədər düz olsa, düz nə qədər